Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, Natiq yer mayak bağları. Şuvalan mayak bağlarıdır. Ziyarətgahdan da düz bilirəm. Mən buradan gəldim. Düppədüz yoldur, asfalt yoldur. Amma bu yolla belə birbaşa mayak bağlarına çıxmaq olur. Buradan da çıxmaq olur. Dənizə yaxın. 1 kilometr dənizə yaxın. Sizə bir dənə şəxsi bağ evi təqdim edəcəm. Polu parket olan, döşəməsi parket olan, sonra keyfiyyətli tikintisi olan bir bağ göstərəcəm. Bağ hardasa 10 ilin, 12 ilin bağıdır, tikilib, yaşanılıb, indi hal-hazırda satılmalıdır. İnanırsınız, evin daxilinə keçəcəksiniz, ev sahibi bütün əşyalarını yığıb mərkəzdədir. Yəni ki, çıxıb getməlidir. Gedib ev demək olar ki, sadəcə bu satılmalıdır. 12 sotda 250 kvadrat, 5 otaqlı evlərimiz var bu qiymətə. Amma ki, o deyil də. 490 min start qiymətdir. Torpağın da, evin də kupçası var. Həyətə keçəndə sizə bir də idman salonu göstərəcəm. Amma sizə bir də şey xahiş edeyim. Hansı müştərim məndən bu evi alsa, idman alətləri mənə hədiyyə eləyər? Amma eləməyəcəklər. Çünki o qiymətli bir şeydir. Orada bir 10 minlik idman alətləri var. Gəl keçək. Avtomatik olaraq darvaza sizə deyim ki, ev bütöv olaraq həyətli, evli polis mühafizəsinə bağlanıb. Yəni, bura gəlmək olmur da hələ belə. Gərək zəng eləyəsən ki, qardaşımız var. Qardaş, nə olar qurbanım, tez gəl, evə baxmaq istəyirəm. Olmasa, həyətə keçən kimi 2 maşınlıq üstü bağlı qaraj. 2 maşın saxlaya bilərsən rahatçılıqla. Bunun arxası isə, bura söhbətgah deyil. Amma mən sizə bir söz deyim, gələcəyində kimsə istəsə, buranı söhbətgah edə bilər. İnanın, ev sahibi deyir ki, hələ bundan üstündə, oydomun xudu, bunun üstündə hələ heç kim qaçmayıb. Təptəzə alınıb qoyulub bura. İdman salonu, kiçik və gözəl, çox qəşəkdir. Burada da bu var, trinajör idman eləmək üçün, sonra kamera sistemi, musikalninə, center, belə deyim də, ola bilər düz demirəm. Sonra burada yaxşı kontillər var. Ağır olar, ya düzüsən, yavaş. Düşər ayağımız, kondisioneri də mövcuddur buranın. Bu pəncərələr burada, orada açılır. Kim istəsə yayda da aça bilər. Ha, orada, gəl bura, bir də sanitar qovşağı. Sanitar qovşağın yanında təmir eləmək istəyirmiş, özü üçün sauna düzəldirdi. Sadəcə çatdıra bilmədi. Allah canını sağ eləsin. Baxın, bura həyətin sanitar qovşağıdır. Biraz təmiz deyil. Burada da ki, sauna. Bütün xəttlər çəkilib, özü üçün sauna yığacaqdı. Gəl gedək. Maşallah, həyətdə olan bu xurma ağacları, yolka ağacları, hamısı sağ olsun. Bağban kimdir, sağ olsun. Qəşəng səliqəli baxır. Superdir. İşıqlandırma falan hamısı sensorludur. Biz sensorlu göbələyin üstünə papaq qoymuşuq, yansın deyənə. Maşallah. Daşma hovuz. 6 metrənin 10 metrəyə olan daşma hovuz. Tam mərkəzdə. Ev 2 mərtəbə, bir daha söyləyirəm, çox qəşəng və gözəl təmirə malikdir. Yeni bu il yüngül restavrasiya olunub. Mətbəxin qarşısında burada döşəməsi isti döşəmə olan söhbətgah və qabağında verandası var. Gəl keçirik, baxacaq. Bu yelləncəklərin döşəkçəsi zadı hamısı evin daxilindədir. Evin həm arxa hissəsi, həm də yan hissəsində manqal, su hövzəsi, təndir mövcuddur. Baxın, bura təndirdir. Bura su hövzəsidir. Oyda, burada mərmərdir. Abi, su hövzəsi, altı dolablardır. Manqal, buradakı evin arxasında bir əl damı kimi istifadə eləmək üçün belə bir yer. Tikilib inşa olunub, burada da mətbəx mebeli mövcuddur, dəyərli izləyicilərimiz. Keçək evin daxilinə. Sizə evin içərisində göstərim. Bura mətbəxdir. Mətbəxin də qarşısında burada, baxın, belə bir söhbətgah var. Qarşısı bütöv olaraq cam balkon. Həm bura, həm də o tərəf cam balkondur. Burada da bir dənə soyuducu var. Bura qoyulub. Kim necə istəyir, harada istəyir, istifadə eləyər. Buranın işıqlarını yandırmamışıq, amma neynək? Ev yoxdur. Keçib içərdən də yəqin yandırarıq. Keçək. Gəl buradan keçək elə. Buradan da keçid var məncə. Gəl. Evin ümumi giriş hissəsi. Gəl, Elvin, gəlirsən, bunları göstər.
Qoy dəyərli izləyicilərin hamısını görsün. Bütün telefondur, falandır, sonra birbaşa qapının kənarından damafondur, polisə bağlantısıdır, döşəmə parketdir. Keçən kimi bütün əşyalar qalacaq, şəxsi əşyalar. Baxın, yığışıblar. Yığıblar, hamısı gedəcək. Bir də ikinci mərtəbədə iş otağı var, oradan mebellər gedəcək. Qalan hər şey qalacaq. Burada qonaq otağıdır, kondisioneri, divan, kreslo, Sony televizor. Maşallah, geniş. Allah bütün balaları saxlasın. Yəqin ki, bunlar gedər. Qalan stol, hamısı qalacaq. 250 kvadrat. Baxın, burada mətbəxdir. Maşallah, mətbəx mebeli çox qəşəkdir. Çox gözəldir. Məncə, bu da oranı işləvə. Yandırım, natiq çəkir onsa. Mətbəx mebeli. Hamısı bahalı. Qab yuvan maşın. 5 gözlü qaz sobası. Böyük aspirator hava çəkəni. Sonra bunlar hamısı mərmər. Çox qəşəng sobalar. Sonra hamısı Bosch firmasına aiddir. Baxın, bütün sobalar, elektronikalar, soyuducu Samsung. Bir də ki, burada Bosch firmasına aid olan paltar yuvan maşın, bir də ki, quruducu. Birinci mərtəbənin sanitar qovşağı. Bunun altında dolab. Açmayacağım. Burada birinci mərtəbənin sanitar qovşağı. Geniş, qəşəng, səliqəli, vannası deyəm. Evdə yaşayış yoxdur. Gəl, qalxaq ikinci mərtəbəyə. Gəl abi. Bax, taxtadır, maşallah, çox qəşəng, keyfiyyətli təmirdir. Bu keçmişin, belə deyək də, bir 10 il, 15 il bundan qabaq olan villadır. O vaxtı bu villa dəhşət bir şeydir. İşıqlandırması zəifdir, bunlar özləri belə istəyir. Dedi ki, biz özümüz işıqlandırmağı çox zəif istəyirdik, ona görə belə eləmişik. Ya Allah, gəl. Keçən kimi sanitar qovşağı. İkinci mərtəbənin sanitar qovşağı. Bir dənə burada, bilirsiniz nədir? Yataq otağında ikinci mərtəbədə sanitar qovşağı yoxdur. O da ki, problem deyil. Mənə elə gəlir ki, kimsə istəsə onu düzəltmək, yəni, ustalarımızın əlindədir. Bax, mebellər belə, valla, mən baxıram, baxın, hamısı bahalı, keyfiyyətli mebellərdir. O mənə lazımdır. Bax, bura iş otağı kimi nəzərdə tutulub, elə istifadə edilmişlər. Amma burada olan bəzi əşyalar var da, iş otağı kompüterdir, sonra printerdir, bunlar hamısı gedəcək, qalan şeylər qalacaq. Üçüncü yataq otağı. Ay, necəsən evim? 490 minə dəyər, hələ indirim də eləyəcəkləri, bilirsən? Çox gözəldir, çox xoşum gəldi, vallahi. Hovuz falan, yerləşmə, mebellər, superdir. Gedək. Sonuncu yataq otağı. Bu da sonuncu yataq otağı. Burada da 2 dənə yataq dəsti falan, hər şey. Sağ olun, dəyərli izləyicilərimiz, bu bağ sizin ola bilər, inşallah. Baxın, bu beşlər hamısı çıxmalıdır, çıxacaq da əşyalar, qalan hər bir şey qalacaq sizin üçün. Təşəkkür edirəm.